Bir var idi, bir yox idi. Uçsuz bucaqsız yaşıl bir düzün ortasında, meşənin kənarında kiçik bir kənd var idi. Bu kənddə iki ayrılmaz dost yaşayırdı, Fatih və Ətirə xanım. Onlar uşaqlıqdan bir yerdə böyüyüblər. Hər gün təbiətə çıxıb gökyüzü ilə, ağaclarla, buludlarla danışar bir-birləri ilə mehribancasına oynayardılar. Bu kənddə yaşı minillərə çatan, kökləri torpağın dərinliklərinə sirr kimi uzanan, budaqları buludlarla salamlaşan bir çınar ağacı var idi. Amma bu çınar digərlərindən fərqli idi, o fısıltı ilə danışa bilirdi. Yalnız saf qəlbli və dostluğa sadiq olan uşaqlar onu eşidə bilərmiş, çınarın yanına gəldilər. Ağacın altında oturub, xəyallara dalaraq düşünürdülər. Fatih ulduzlara baxmağı çox sevər. Bir gün astronavt olacağam, dedi. Ətirə isə insanlara kömək etməyi, dərman bitkilərini öyrənməyi sevərmiş. Onun da arzusu həkim olmaq imiş. Birdən qəribə bir fısıltı eşidirlər. Unutmayın, təbiət sizi dinləyir. İstədiyiniz yol sizi öz arzusuna aparacaq. Fatih, sən ulduzlara toxunmaq istəyirsən. Ətirə, sən insanlara şəfa vermək arzusundasan. Bu sözlər Fatih və Ətirənin qəlbini ilhamla doldurdu. Fatih astronavt, Ətirə isə həkim olmaq arzusunu daha da dərin hiss etdi. Onlar başa düşdülər ki, bu arzularını gerçəkləşdirmək üçün oxumaq, araşdırmaq, təbiəti duymaq vacibdir. Hazırsınızsa, sizə 3 sınaq verəcəyəm. İlk tapşırıqda Fatih və Ətirə çınarın kökündəki qaranlıq tuneldən keçməli olurlar. Tunelin sonunda bir tapmaca var. Görmədiyini görmək üçün nə etməlisən? Ətirə düşünür, bəlkə də dinləmək. Tapmaca çözülür. Fısıltı deyir, həkim olmaq üçün ilk bacarıq dinləməyi bilməkdir. İkinci sınaqda Fatih qaranlıq bir dərəyə enməlidir. Aşağıda sanki ulduzlar var. O tərəddüd edir. Ətirə onun əlini tutur və birlikdə enirlər. Astronavt olmaq üçün qorxunu dost etməyi bacarmalısan, deyir Çınar. Sən bunu etdinsə, artıq bir addım yaxınsan. Üçüncü və son sınaqda uşaqlara bir seçim verilir. Ya hər ikisi ayrılıb tək-tək yollarına davam edəcək və arzularına tez çatacaq, ya da bir yerdə qalıb bir-birinə kömək edərək daha uzun, amma möhkəm yol gedəcəklər. Fatih və Ətirə bir-birinə baxırlar və eyni anda deyirlər, biz dostuq, həyat yolu da bizimlədir. Çınar gülümsəyir. Onların seçimindən sonra meşədə çoxlu işıqlar yanır, quşlar oxuyur, sanki təbiət onların dostluğunu alqışlayır. İllər keçir. Fatih ulduzlara doğru yola çıxır, astronavt olur. Ətirə isə insanlara kömək edir, dağ kəndlərini gəzərək həkim olur. Amma harada olsalar da, hər dəfə yeni qərar verəndə sanki qulaqlarında bir fısıltı eşidirlər. Dostluqla atılan hər addım, arzulara bir addım da yaxınlaşdırar və illər sonra onlar başa düşdülər ki, çınar ağacının fısıltısı sadəcə yarpaq xışıltısı deyildi. Bu fısıltı onlara daim yol göstərən, ruh verən sevimli müəllimələri, Səadət müəllimənin səsi idi. O, hər zaman onları dinləyir, anlayır və dəstək olurdu. Çınar əslində bu məhəbbətin, bu yol göstərənliyin simvolu idi. Səadət müəllimə sadəcə bir müəllim deyildi. O, uşaqların içindəki istedadı üzə çıxaran, onları dinləyən, hiss edən, onlara ümid və güvən aşılayan bir bələdçi idi. Onun mehriban baxışları, səbirli sözləri və müdrikliyi hər bir şagirdin yaddaşında silinməz iz buraxmışdı. Fatih və Ətirə xanım da bilirdilər. Əgər bu qədər inamla xəyallarına yürüyə bilmişdilərsə, bu məhz Səadət müəllimənin sevgi və fədakarlığı sayəsində idi.